Biz Ali Aleyhisselamın eşqi ilə yaşayırıq və bu eşqlə də fəxr edirik. Bunu hər yerdə də fəxrlə deyirik. Buna deyərlər məhəbbət, buna deyərlər məhəbbət. Bizim böyüyümüz yoxdur, yəni sözün axırını sən deyirsən. Bizim böyüyümüz var, bilməsə yeb ondan soruşacaq, onda cavabsız sualı yoxdur. Bir imama lazım olan və Qur'an-ı Kərimdə qeyd olunan bütün meyarlar, kriteriyalar, bütün o nişanələr hamısı Əli Aleyhisselamda var. Hər səhnənin qəhrəmanı. Yazıda ona çatan yox, ibadətdə ona çatan yox, vuruşmaqda ona çatan yox, elmdə ona çatan yox. Özüm üçün nə istəmişəmsə Əli, hamısını sənin üçün də istəmişəm. Böyük sözdür da yəni. Yəni özümə qaldırıb əlimi nə istədimsə sənin üçün də istəmişəm. Fədakar oldunuz, olmadınız. Allah sizi çox istəyir. Həmişə belə kişilər çıxardacaq ortalığa ki, fədakarlıq eləsinlər, dinə xidmət eləsinlər. Qur'anla münasibətin necədirsə, Əli Aleyhisselamın zamanında yaşasaydı, o ilə münasibətin belə olacaq. İlahi nə olaydı, hər əsrdə Əli kimi belə bir kişi yaradardın, bu cəmiyyətə təqdim edərdin. Əli Aleyhisselam bayrağı tutanda bir döyüşdən birində idi. Əli Aleyhisselam deyir, getdi sol əlinə götürmək istəyəndə buradan